Bugün seninle birlikte Premiere Pro'da video necə editlənir onu görəcəyik. Öncəliklə belə bir şey deyim. Premiere'da biz video editləmək istəyiriksə, beynimizdə bir ideya olmalıdır. Nə etmək istəyirik? Mən məsəl üçün bugün nümunə olsun deyə maşın videosu editləyəcəm. Bunun üçün bizim əlimizdə birincisi yaxşı bir avtomobil videosu olmalıdır və ikinci olaraq da yaxşı bir musiqi olmalıdır videomuza uyğun. Mən ödənişli platform olan Emulator elementdən istifadə edirəm. Sizsə Pixels'dən bunu əldə edə bilərsiniz. Mən də ilk başladığım zaman Pixels'dən istifadə edirdim. Gördüyünüz kimi istədiyiniz foto və ya videonu pulsuz şəkildə yükləyə bilirsiniz. Sadəcə daha geniş bir çeşid olduğu üçün mən Emulator elementdən istifadə edəcəm bugün. Birinci musiqimizi tapaq. Maşın videosu olacaq. Maşına uyğun bir şey tapaq. Suali budur. Birinci mahnımızı yükləyək. Sonrası növbəti videoya keçərik. Bir ayrı bir papka yaradaq ki materiallar qarışmasın. Yüklədiyimiz videolarımızı ataq failimize. Yavaş-yavaş editimizə başlayaq. Gəldik əsas məsələyə. Bizim öncəliklə kompüterimizdə Premiere Pro hazır olmalıdır, yəni yüklənmiş olmalıdır. Düzdür, Premiere Pro krekli yollarla da yükləyirlər. 90% zaten belə işlədir. Ayaq sayısan məncə inanmıram kimsə verəm. Öncəliklə Premiere Pro-nu açdıq. Baxın, Premiere Pro məndə 2023 versiyasıdır. Açsanda belə qarşılaşacağıq. Yəni çoxu əslində bənzərdir. Öncə sizdən deyir ki, işləyəcəyiniz failin adı nə olsun? Mən yazıram ki, məsəl üçün bayaqdan nə olsun? Car və buradan create deyirik. Yəni yarat, bir fail yarat və onun üzərində biz işləyək. Gördüyünüz kimi bizim failimiz yarandı və bomboşdur. Deməli nə edirik? Biz gəlirik. Əlimizdə olan materialları seçirik. Və hazırdır. Materiallarımız yüklənib. Baxın, öncəliklə bütün faillərimizi atdıq və atan kimi ekranda belə görünəcək. Mahnı kadrları, altdakı gördüyünüz bu layer, yəni A1 layeri, audio, yəni səs layerlarıdır. Yəni səs, adının da səsinə çox mənasızdır. Ona görə ingiliscə terminlərdən istifadə edəcəyik Premiere Pro-da. Üstdəki isə V1 isə, yəni video 1, yəni video layeridir. Gəldik, gördüyünüz kimi kiçik bir problem var. Üstdəki videonu seçirik və altdakı səs layeri də seçilir. Onun üçün nə etmək lazımdır? Bunu seçəndən sonra mouse'un sağ klikinə basırıq və burada unlink var. Yəni bu nə deməkdir? Sizin videonuzdakı video ilə səsi ayırır. Yəni, iki fərqli failmiş kimi göstərir. Və artıq görürsünüz, səs ayrıdır, video ayrıdır. Bizim öz mahnımız olduğu üçün altdakı səs layerlarından istifadə etməyimiz biraz əslində mənasızdır. Ona görə də gəlirəm, altdan səs layerlarını silirik. Faili seçirsiniz, backspace olur, delete olur. Məsəl üçün kadrı seçirsiniz. Gəldiniz burada sağ kliki bastıq mouse'da, katı dedik və kadr artıq yoxdur. Narahat olmayan Ctrl-Z eləyib yerə gətirə bilirik bütün materialları. Bütün materialları seçdim və sürükləyib bunu birləşdirirəm ki, materiallarım yanbayan olsun. Gördüyünüz kimi altda musiqi layerimiz var. İndi isə gəlin bir videolarımıza baxaq, görək nəyimiz varmış. Okey. İndi isə kiçik bir problemlə qarşılaşdıq. Gördünüz ki, ekranda kiçik qalır maşının videosu. Üstünə iki dəfə tıklayırıq, narahat olmuruq. Ucundan tutub videonu böyüdürük. Davam edirik. Eyni videonu iki dəfə yükləmişik. Baxın, videonu sildik. Bu gördüyünüz hissədə video gəlir. Videonu sildik deyə arada kadr boş keçir, yəni qaranlıq keçir. Bunun da yolu nədir? Həmin kadra toxunursunuz, aradakı boşluq kadrına.
Bu kadrı silirsiniz. Silmən dediyim kimi 2 yolu var. Backstage və delete düymələri və yaxud da ki, mouse'un sağ klikini basıb oradan cut yazısını seçirsiniz. Nəysə, davam edək. İndi isə videodakı əsas məsələ nədir? Videoda biz xronoloji ardıcılığa diqqət eləməliyik. Deməli, gəldik. Bir dənə kadrlar yenə gözdən keçiririk, sürətli şəkildə. Yuxarıdakı bu xətti tuturuq mouse'la və hərəkət elətdiririk. Maşın girdi, yəni ətrafı seçildi, döndü, çıxdı. Öncəliklə biz nəyə diqqət eləməliyik? Gözünüz kimi bu kadrda adam maşına minməyə doğru gedir. Yəni bu kadr bizim ilk kadrımız olmalıdır. Şu adam maşına minmədən maşını hərəkət edə bilməz. Bunu ayrı qoyuruq ki, həmin layer'ın üstünə qoyanda o videonu üstünə oturur və biz altdakı videoları görə bilmirik. Tamam, o birinci video. Arxası izlənə gəlir. Gördüyünüz kimi adam çöldə döndərir rolu və biz o kadrı sona qoymalıyıq və yaxud da o kadrı silə də bilərik əslində. Məncə silsə daha yaxşı olar, ardıcılığı pozmasın. Tamam, videolarımız topu seçirik mouse'la və bunu yana çeviririk. Sonra dediyimiz o ilk kadrına qoyuruq və yenidən videonun xronologiyasına baxırıq. Gəldi, oturdu maşına. Gördüyünüz kimi arada maşının rolunun çəkildiyi bir kadr var. Məncə bu kadr əslində maşına oturandan sonraki kadra daha uyğun olar. Bu kadrda avtomobilə yaxın kadr çəkilir. Məncə bunu ilk önə qoyuruq. Arxasıcan avtomobilə yaxınlaşma videosu, sonra rol və ondan sonra hərəkət videolarını qoyuruq. İndi isə yenidən xronologiyaya baxaq. Okey, videomuz demək olar ki, xronologiya olaraq hazırdır. Əlavə bir şey demək istəyirəm. Məsələn, indi biz bunu belə mouse seçib götürürük, amma bəzən olur ki, başdan sona bütün kadrlar dolu olur və biz böyüdü, kiçik, məsələn, biz işlədiyimiz zaman bunu bu hissədən böyüdüb kiçilə bilirik bizim timeline'ımızı. Məsələn, yaxın bir kadrla işləmək istədiyimiz zaman, məsələn, 5 saniyə bir hissəni kəsib düzəldiş eləyən zaman bunu hər dəfə kiçik, böyük eləmək bizə əziyyət gəlir ki, mouse'unu seçib tezdən hamısının yerini dəyişək. Onda çox bəsit bir yol var. Gəlirsiniz A düyməsinə basırsınız. Bastığınız andan, yəni A düyməsinin seçili olduğu anda 2 dənə xətt çıxacaq. Bu 2 xəttin mouse'u tıklatdığınız anda ondan sonraki bütün hissələri seçir. Bunun, məsələn, deyək ki, seçdi, tamam. Ya mən bundan əvvəlki hissəni seçmək istəyirəm. Onda necə olacaq? Onda da Shift A düyməsinə bastığımız zaman hazırdır. Nəsə, biz geri dönək. Məsələn, bunu seçdik. Bəs bundan necə çıxaq? Gəlir V düyməsinə basırıq və V düyməsi bizim əslində mouse düyməmizi deyə bilərik. Gəldi indi əsas məsələyə. Başladıq. Biraz videomuzu böyüdürük ki, rahat-rahat işləyə bilək və xırda kəsitləri eləyə bilək. Deməli, biz bir yaxşı işlədiyimiz zaman burada M düyməsinin yanlı olduğunu görürsünüz. Bu M nədir? Əslində bu M incisindən mute sözünün qısaltmasıdır. Bu o deməkdir ki, biz video üstünə hərəkət edən zaman bunu basanda bizim video səsi bizi narahat eləməyəcək. Məsəl üçün, niyə görə bunu eləmişdim? Göstərim sizə. M-i açdım. Videonu arxaya və önə hərəkət etdiyim zaman belə bir şey qarşılaşırıq. Bu da bir yerdən sonra insanı bezdirən bir şeydir. Ona görə də mən belə etdim ki, videomuzun üzərində rahat-rahat işləyə bilək, amma indi belə bir şey var. Biz artıq musiqinin ritminə uyğun video kəsməyə başlayacağıq. Ona görə də mən M-i bağlayıram və qoşuram. Okey. Baxın, nə oldu? Mən səs layer'ını qarışdırdım. Ümumiyyətlə qarışdırdım. Adobe'nin arayüzünü qarışdırdım. Çox bəsitdir. Buna şey eləmirik. Yox. Gəlir buradan Windows bölümündən. Windows bölümündən Workspace. Buradan Reset to Saved Layout və əvvəlki formasına qayıtdı. Bu qədər əslində sadədir. Bu hissədə məsələn görürük ki, bu hissəni mən daha böyük olmasını istəyirəm. Ona görə də yanındakı bölmələri ucundan tutaraq sıxışdırıram kənara. Çünki bunlar hal-hazırda mənə lazım deyil. O gördüyünüz kimi böyük bir thumbnailimiz oldu. Tamam.
məsələ nədir? Baxın, altda bir neçə layer var. Oynamaq istədiyimiz layeri seçirik birincisi. Sonra da bura bir işarə qoymaq istəyirik ki, biz burada bunu kəsərik də sonra. Ona görə də layer seçilikən M düyməsinə basırıq. Bitdi. Bu qədər bəsitdir əslində. Məsələn, bunun bir rahat yolunu daha göstərim sizə. Bunu böyüdürük. Gördüyünüz kimi səs layerlarının yuxarı və ya aşağı getdiyi hissələr var. Biz videomuzu montajlayan zaman bunlara da diqqət edə bilərik əslində. Yəni hər dəfə dinləməyə ehtiyac yoxdur bir növdə, amma dinləməyimiz daha yaxşı olar. Məsələn, burada M-imizi atdıq. Burada mütləq M atılmalıdır. Deməli, indi kadrımızı böyüdürük. Daha doğrusu thumbnail'ımızı. Deməli, biraz böyüdək və gətirək bunu işarə qoyduğumuz nöqtəyə. İşarə qoyduğumuz nöqtəyə indi əsas məsələ başlayır. Videoları kəsmək. Premiere Pro-da kəsməyin qısa yolu C düyməsidir. C düyməsini seçdiyimiz anda əslində əlimizə bir qayçı verir və biz videolarımızı rahat-rahat kəsə bilirik. Və üstdəki video layerına bir dəfə tıklamaqla biz videomuzu kəsmək edirik. Və biz videomuzu kəsdik. Videomuzun kəsilən hissəsindən sonraki hissə bizə lazım deyil. Onu seçib silmək lazımdır. Bunu da biz V düyməsi edirik. V-ni seçdik. Kəsdiyimiz hissəni diqqət edin. Baxın, o ağarır həmin ətrafı. Bundan qırağını kəsməyin. Sildik və aradakı boşluğu da bir dəfə tıklayıb yenə sildik. Və baxın. Okay. Gəldik, biraz gec qoymuşuq, tez qoymuşuq. Videonun səsini azaltmaqdır. Bunun üçün də nə edirik? Biz də bunu mutlaq ki, rahat işləyə bilək. Effektin başladığı nöqtəyə Ctrl vasitəsilə nöqtə qoyuruq, bir də sonuna qoyuruq. Bu səsi aşağı salırıq və yenidən açıb izləyirik. Gözəl. İstəsəz sonuna logonuzu da qoya bilərsiniz və yaxud da hansısa bir yazı yaza bilərsiniz. Biz də qoyaq. Və videomuz hazırdır. Sondakı artıqlığı kəsirik. Bitdi. İndi əsas məsələlərdən biri bunu render almaqdır. Bunun üçün qısa yollar falan var, amma ən çox istifadə edədiyimi deyəcəm. Ctrl-M-dir. Ctrl-M-ə bastıq.
və bizim eksport ekranımız açıldı. Mən də ümumiyyətlə ilk başda faylın adını seçməliyim. Yəni bunu yazacağam car. Gəlirik bura. Keyfiyyətimizi seçirik, amma bunu əlləmə ehtiyac yoxdur o qədər də. Buradan video bölməsindən more və ən əsas buna toxunmaq lazımdır. Burada çox yüksəkdir dəyər, 67-dir. Yəni bunu hardasa 30-larda falan saxlayın. İndi mən hər ehtimalı yenə də 67-də saxlayacağam və eksport düyməsinə basırıq. Bu eksport məsələsi hər kəsə fərqli göstərə bilər. Kompüterinizin gücündən və o anki kompüterinizin stres vəziyyətindən asılıdır bunlar. Və hazırdır. Videomuz eksport oldu. Bir də eksportda halına baxaq. Pis deyil. Sadəcə mən tez bazar olsun deyə indi elə elədim. Siz daha fərqli şeylər elə bilərsiniz. Əgər bu video əslində yaxşı izlənsə, digər elədiyim amma izah etmədiyim şeylərdə izah edə bilərəm. Sadəcə bu video uzun olmasın deyə o məsələlərə çox da girmədim. Gələn videoda görüşənədək sağ ol.